Salam əziz izləyicilər, xoş gördük. Bildiyiniz kimi, Xanı adı ilə tanınan Böyük Vətən müharibəsi iştirakçısı, qəhrəmanlığı ilə bütün ölkədə hamının sevgisini qazanmış Səyyaf Əhmədov minaya düşərək həlak olub. Yəni xəbərlər də belə gedir, məhz elə bu şəkildə minaya düşərək həlak olub. Xanının şücaəti, qəhrəmanlığı dastanlara belə sığmaz. Bu mənada həlak olub ifadəsi onun misilsiz qəhrəmanlığını, şücaətini sanki kiçildir. Xanı düşmənin bastırdığı minaya düşüb. Yəni ona görə də o elə məhz şəhiddir. Və bircə qalır adının rəsmiləşdirilməsi. Məncə bu barədə düşünməyə dəyər.